Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Kisal İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişini izləyirsiniz. Əziz tamaşaçılar, studiyamızın bugünkü qonağı 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə xanım Axundovadır. Xoş gəlmisiniz Nəcibə xanım, xoş gördük sizi. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik. Dəvət üçün təşəkkür edirəm. Çox sağ olun Nəcibə xanım. Bildiyimiz kimi Xocalı soyqırımını 20-ci əsrin ən dəhşətli soyqırımıdır ki, məhz beləcə 34-cü ili tamam olur. Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək də. Ümumiyyətlə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası kimi olan Xocalı soyqırımını siz hansı amillərlə izah edərdiniz? Bu barədə nə demək istərdiniz? Buyurun. Xocalı soyqırımını heç bir amillə əsaslandırmaq, izah eləmək olmur. Bu sadəcə erməni terrorizminin Azərbaycan xalqına göstərdiyi dəhşətlərdir. Çox maraqlıdır ki, erməni terrorizmi təkcə Xocalı soyqırımı ilə bitməyib. Azərbaycan xalqına tarixən 200 il ərzində ermənilər Azərbaycan ərazilərinə köçdükcə mütəmadi olaraq Azərbaycan xalqına qarşı terrorist hərəkətlər ediblər. Azərbaycanlıların vandalizm, öz torpaqlarından qovmağa çalışıblar. Onlara qarşı kəndlərə, şəhərlərə qarşı hələ 1915-ci, 5-ci, 15-ci, 18-ci illərdə olan yadımıza salsaq, həmin genosidlərdir. Həmin Azərbaycanlılara qarşı Bakıda, Şamaxıda olan genosidlərin bir formasıdır. Və çox təəssüf ki, biz gəlib belə bir zəmanəyə gəlib artıq 20-ci, 21-ci əsrdə yaşaya-yaşaya yenə də erməni terroristi ilə üzləşmişik. Erməni terrorizminə heç nə haqq qazandırmır. Heç bir formada onların bizim xalqımıza izah etmək, ona əsaslandırmaq mümkün deyil. Bu sadəcə bir terrorizmdir. Nəcibə xanım, ümumiyyətlə bu ağır gündə hər kəs Xocalıdan danışır, amma mən istərdim ki, Sənan Axundovun məhz bu vətən sevgisi ilə bağlı siz nə demək istərdiniz? Bilirsiniz, biz ailəlikcə, məsəl üçün, həmin o terrorizmin qurbanlarından, ermənilərin bizə qarşı olan düzgün olmayan mövqeyinin bir qurbanıyıq, bir ailə olaraq. Bu günləri biz tezdən Xocalı soyqırımının anım günündə Ana Harayı heykəlini getdik, ziyarət elədik. Və orada mən gördüm ki, doğrudan da bizim indi hal-hazırda bütün Azərbaycanlılarımız ora axışır. Biz Ana Fəryadı Harayı heykəlini, abidəsini ziyarət eləyəndə görürdük ki, doğrudan da bu, biz bunu danışırıq, amma gedib hiss eləyəndə, Xocalılarla görüşəndə, məsəl üçün mütəmadi məktəbdə də, idarə etdiyi məktəbdə də, özümüz də mütəmadi Xocalı soyqırımla bağlı tədbirlərdə iştirak edirik və görürük ki, o Xocalı sakinləri danışdıqca, Xocalıdan qaçan, həmin gecə ermənilərin o amansız ayaqyalın, dədə-baba yurdlarını tərk etməyə məcbur qalan, onların genosidinə məcbur qalan, soyqırımına tuş gələn, elindən, obasından qaçan, soyuqlu, bu qarlı havada, bu günləri məsəl üçün mən indi gəlirəm, inanırsınız, o qədər soyuqdur. Və biz orada Ana Fəryadı heykəlini ziyarət edəndə gördük ki, doğrudan da bax, bu qışda, bu qarlı havada, bu soyuqda biz 1 saat, 2 saat soyuqda dayanmaq necə çətindir. Amma həmin insanlar gecə ilə öz eli obasını, isti ocağını tərk etməyə məcburiyyətində qalıblar. Və mən özümə orada sual verirdim ki, tələbələrlə, uşaqlarla, şagirdlərlə, müəllim yoldaşlarımızla ki, biz bu gecəyə tab gətirə bilərdikmi? Oradan sağ çıxmaq mümkün idimi? Təsəvvür edirsiniz, yəni və bunun cavabı yoxdur. Heç nə haqq qazandırmır onlara. Eyni zamanda həmin o terrorizmin qurbanlarından biri, ermənilərin Azərbaycan xalqına olan bu cür vəhşi, bu cür iddialı, ambisiyalı və əsassız ambisiyalı münasibətinin qurbanlarından biri də bizim ailəmiz olub. Mən ailə başçımı itirmişəm, şəhid ailəsiyəm. Yoldaşım Lələtəpədə 2016-cı ildə şəhid olub. Amma mənim yoldaşım bugün yaşaya bilərdi. 36 yaşında şəhid olub. Kəşfiyyat İdarə Rəisi vəzifəsində, polkovnik leytenant rütbəsində oxumuş, savadlı, ali təhsilli, ixtisaslı bir kadr idi, hərbiçi idi. Milli ordumuzun fəxarətli, qürur gətirən başucaldan zabitlərindən biri idi. Almaniyada hərbi akademiyanı alman dilində
günlərində əyani formada qurtarmış, bitirmiş zabitlərdən biri idi. Yəni o bu günləri yenə də Azərbaycan xalqına öz töhfələrini, öz xidmətini göstərə bilərdi. Amma tək mənim yoldaşım yox, mənim yoldaşım kimi də oğullar, atalar, həyat yoldaşları ermənilərin bu cür vandalizminə, terrorizminə məruz qalıblar. Və bu heç bir formada haqq qazandırmır onlara. Amma burada bir təsəlli məqam var ki, biz bu günləri, məsəl üçün, mən bura gələ-gələ də video çarxları izləyirdim. Yəqin ki, siz də izləmisiniz. Doğrudan da Çingiz Mustafayevin çəkdiyi o kiçik körpə qızın, amma artıq böyüyüb Xocalıya, ayaqyalın çıxan o qızcağazımızın artıq Xocalı sakini kimi öz el obasına qayıtmağını görürük. Mən çox sevindim. Qürur vericidir. Mən o kadrı gördüm, inanın, və necə izah edeyim, burada səmimi bir formada mən doğrudan da o qızcığazla və o qadınla fəxr elədim ki, bu müsibətlərdən keçmək, bu müsibətlərə tuş gəlmək və yenə də insan olaraq öz əqidəvi, öz şəxsiyyətini qorumaq və bir Azərbaycanlı olaraq ayaq üstə durmaq və o torpaqlara bir Xocalı sakini kimi qürurla qayıtmaq doğrudan da Azərbaycan xalqı çox güclü bir xalqdır. Biz bugün nəinki Xocalıya, biz bugün Şuşaya, Füzuliyə, azad olmuş bütün ərazilərimizə qayıtmışıq. Bizim ailəmiz Xocavənd rayonunun Hadrut şəhərindən evlə təmin olundu. Biz öz el obamıza qayıdırıq. Biz bu günləri gedib Hadrutda yaşayıb yaratmağa hazır bir ailəyik. Mən buna görə də ailə baş komandanımıza, cənab prezidentimizə özlərinin təşəkkürümü bildirirəm. Milli ordumuza, əsgər zabit heyətimizə özlərinin təşəkkürümü bildirirəm. Düzdür, o torpaqların alınmasında, o torpaqların azad olunmasında, bugün orada firavan həyatın baş tutmasında, davam eləməsində bizim də ailə olaraq payımız var. Amma bu milli ordunu idarə edən, yol göstərən, istiqamət verən, hərbi strategiyanı düzgün quran ali baş komandanımız olub. Mən ona buradan çoxlu salamlar və böyük təşəkkürümü bildirirəm. Xocalı sakinlərimizə də ruhdan düşməməyi, genosidi unutmaq olmaz qətiyyən. Bu genosidi mən müəllim olaraq, təhsil işçisi olaraq öz vəzifəmdir ki, növbəti nəslə öz tariximizi bildirməliyik. Yaddan çıxmağa qoymamalıyıq. Gənc nəslə mütləq Qarabağ kimi bir acını yaşadığımızı və səbəbkarları, həqiqətləri, səbəbkarları bildirməliyik. Və biz bunu nəyin bahasına qaytardıq? Kimlərin bahasına qaytardıq? Hansı formada qaytardıq? Həmin torpaqları. Bunların hamısını biz çatdırmalıyıq uşaqlara və çatdırırıq. Bu bizim borcumuzdur. Bunu unutmaq olmaz. Amma bugün biz Xocalıya qayıtmışıq. Xocalını biz abadlaşdıracağıq, Xocalıda yaşayacağıq. Xocalıda yenə də həyat bulağı. Bəli. Xocalı və Xocalının timsalında bizə digər şəhər və rayonlarımızda bildiyimiz kimi Qarabağda, ümumiyyətlə Şərqi Zəngəzurda geniş miqyaslı şəkildə bərpa quruculuq işlərimiz olduğu şəkildə davam etdirilir. Bəli, bərpa quruculuq işləri, abadlaşma işləri. İnanırsınız biz gedirik, biz tez-tez Qarabağa gedirik də və o qədər sevinirik. Hər dəfə gedəndə də və yeni bir infrastrukturlar, yeni dəyişikliklər görürük. Hər dəfə gedəndə görürük ki, məsəl üçün bir ay əvvəl bu yox idi. Artıq nəysə hansısa iş başa gəlib, bitib, hansısa bina tikilib, hansısa bir infrastruktur var, hansısa yol çəkilib. İnanırsınız, o qədər ailəlicə olaraq biz o qədər sevinirik. Çünki mənim oğlum da hərbiçidir və leytenantdır, hərbi həkimdir və biz o ilə getdikcə də hər dəfə də çox böyük qürur duyuruq. Nəcibə xanım, ümumiyyətlə bir şəhid xanımı olmaq həm böyük bir çətin, həm də belə desə bir qürur məsuliyyətdir. Bu fəxarət hissi sizin ümumiyyətlə kədərinizə necə təsəlli verir? Kədərimi bilirsiniz, bax Qarabağın alınması böyük bir təsəllidir. Yəni bu canlar boş-boşuna verilmədi. Şəhid olmaq vətəndaşlıq borcunu, vətənə olan vətəndaşlıq borcunu ən uca, ən ali məqamda yerinə yetirməkdir. Düzdürmü? Öz həyatından, insan həyatından qiymətli nə var? Heç nə yoxdur. Və bu insan bilərəkdən öz həyatını vətəndən ötürü fəda edir, şəhid olur. Bunu dövlətimiz yüksək səviyyədə həmin şəhidlərin adlarını əbədiləşdirir. Mənim yoldaşımın da adı əbədiləşdirilib, onun sər lövhəsi var. Onun haqqında böyük film çəkilib, onun
haqqında roman yazılıb, poema yazılıb. Bizim üçün daha doğma olan, mənim üçün şəxsən daha doğma olan, çünki mən təhsil işçisiyəm, onun Azərbaycan dili dərsliyində hal-hazırda bütün məktəblərdə istifadə olunan Azərbaycan dili 8-ci sinif dərsliyində 105-ci səhifədə onun haqqında bir məqalənin verilməsidir. Bu məqalədə cənab prezidentimizin sərəncamı ilə bir neçə şəhid dərsliklərə salınıb ki, bizim uşaqlarımız qəhrəmanlıqları, Azərbaycan xalqının qəhrəmanlıqlarını öz qəhrəmanlarının üzərindən öyrənsinlər. Ona görə də bir neçə şəhid dərsliklərə salınıb. Onlardan biri mənim yoldaşımdır. Mən bununla çox qürur duyuram. Yoldaşım haqqında geniş bir məqalədir, lakin bu çox işlək bir məqalədir. Uşaqlar Azərbaycan dilinin dil qaydalarını və yaxud da hər hansı mətn üzərində işi bu mətnin üzərindən öyrənirlər, edirlər. Yəni fəaliyyət burada var, lakin eyni zamanda da Sənan Axundov kimi bir polkovniki, Sənan Axundov kimi bir kəşfiyyat idarə rəisini, öz hərbiçi yoldaşını xilas eləyən, minalanmış ərazidən çıxardan, lakin öz canını fəda eləyən bir qəhrəmanı tanıyırlar. Bu cür addımlar dövlətimizin addımları təbii ki, bizim ailələrimiz üçün bir təsəllidir. Və elə bu barədə sualım olacaqdı. Sənan Axundovun sizə miras qoyduğu ən böyük mənəvi güc nədir? Övladlarım. Ən böyük güc, mənəvi güc övladlarımdır. Mənim yoldaşımı itirəndə də ən böyük gücüm, mənəvi dəstəyim, mənəvi arxa dayağım mənim övladlarım olub. Hal-hazırda da onlardır. Mən düşünürəm ki, bir ana olaraq, bir şəhid xanımı olaraq, şəhid ailəsi olaraq bizim bilirsiniz missiyamız tamam fərqlidir cəmiyyətimizdə. Bizim məsuliyyətimiz, bizim yükümüz, bizim cəmiyyətə verəcəyimiz mesajlar da fərqlidir. Bəli, biz örnək olmalıyıq, nümunə olmalıyıq, ruhdan düşməməliyik eyni zamanda və böyütdüyümüz uşaqlarımız da atalarının adına layiq olmalıdır. Xalqımıza, millətimizə dəyərli. Məsələn, vətənpərvərlik hissini birisi daim eyni zamanda onlar xeyirli övladlar olmalıdır. Sabahları cəmiyyətdə layiqincə yer tutmağı bacaran uşaqlar olmalıdır, vətənpərvər olmalıdırlar. Eyni zamanda onlar savadlı, təhsilli, dünya görüşlü, Azərbaycanı digər dövlətlərdə təmsil edə biləcək, Azərbaycançılığa, dövlətə, vətənə sadiq uşaqlar olmalıdırlar. Çünki onlar iki qat başa düşməlidir ki, mənim atam bu dövlətdən ötürü canını fəda eləyibsə, mən də atamın adına layiq olmalıyam. Mənim düşünürəm ki, bu analıq missiyasını indi yəqin ki, gələcəkdə də biz buna görə daha bariz görəcəyik, aydın görəcəyik. Amma mən iki övladımın ikisini də təhsil elədim, oxutdum. Oğlum hərbi həkimdir, qızım memardır və düşünürəm ki, onlar da xalqımız üçün xeyirli mütəxəssis, lazımi yüksək səviyyəli mütəxəssis olacaq, eyni zamanda da xeyirli övlad olacaqlar. Çox sağ olun Nəcibə xanım, fikrinizi bölüşdüyünüz üçün təşəkkür edirik. Buyurun, çox sağ olun. Sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə xanım Axundova idi. Gələn görüşlərə dək.